Tələbəm Xətay bəylə bugün şəhərdə xüsusi dərsimizdə. Xətay hal-hazırda İlmiyanvar metro stansiyası yaxınındayıq. Biz sürət yolundan gəldik, avtoban deyilir adətən. Oradan gəlib düşdük Şamaxinkaya, Şamaxinkadan gəlmişik, indi İlmiyanvar ərazisindəyik. O dostum, biz yaşıl işıqdan qarşıya sağa doğru, Zərdab prospektinə doğru gedəcəyik, oldu mu? Gedərkən sağına diqqət elə, bax sür. Avtobusun uzunluğuna bax, götürün nə boydadır. Ehtiyatlı uşaqlar, sağının yanında, sağ üzüyə bax. Aferin. Çox artırmadan. Bir dənə sağa bax, yavaş-yavaş keçdik. Burada maşınlar sıxlıqdır, burada maşınlar çoxdur. Bax, görsən necə sıxlıq var burada. Və söndür işini. Və qayda pozan sürücülər də çoxdur. Ona görə də təcrübəsi sürücülər üçün bura bir kabusa çevrilibdir. Heç vaxt özünüzü itirməyin. Yəni, diqqətli olduqda və çevik olmağı bacarıqda bu yol çətin yol deyil. Düz gedəcəyik biz. Düz gedəcəksən, sür. Sür. Ehtiyac yoxsun, narahat olma. Solun yanı keç sola. Biraz da artıq. Yaxşı. Yadadan ehtiyatlı ol, bax görsən necə keçir. Bax, uşağı görürsən, ehtiyatlı ol uşaqdan. Velosipedçidən qardaşa bax. Davam elə. Xanıma bax, gəl. Biraz 50 metr o tərəfdə piyada keçisi var, oradan keçmir. Yəni, piyadalar çox qayda pozuntusu eləyir. Özünü piyadadan qorur. Oldu qardaş? Hadisənin qarşısını almaq məqsədi biz olsaq ki, hadisənin qarşısını almaq məqsədi ilə siqnal vermək olar. Amma yersiz yerə siqnal yaxşı bir hal deyil. Azad sürətini, stop-qətinə dayanacağıq. Çünki işıqların signalı dəyişir. İndi çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Uğurlar olsun Xətay. Çox sağ olun.